Salam müəllimlər, mən indi sizdən 7-ci sinifin 14-cü mövzusu olan metalların növləri və xassələri prokat haqqında məlumat mövzusu haqqında danışacağam. Metallar təmiz olub. Bir element və bir ərintidən ibarətdir. Ərintilər bir neçə metaldan və ya metal və digər maddələrdən ərinmiş vəziyyətdə metalla qarışdırılmış əlavələrdən ibarətdir. Qara metallara dəmir və onların ərintiləri, çuğun, polad aiddir. Qalan metallar və onların ərintiləri əlvan metallar adlanır. Alüminium, mis, latın. Deməli, çuğun və polad dəmirin karbonla ərintisidir. Poladda 2%-ə qədər karbon, çuğunda 2-4 arası karbon mövcuddur. Metal emalı texnologiyası onların mexaniki və texnoloji xassələrini nəzərə almalıdır. Mexaniki xassələrə möhkəmlik, sərtlik, elastiklik, plastiklik, kövrəklik daxildir. Gəlin onların açıqlamasına baxaq. Möhkəmlik dağılmadan müəyyən yükləri qəbul etmək qabiliyyətidir. Çılçırağın askısı çılçırağın ağırlığı altında qırılmırsa möhkəmdir. Sərtlik bir materialın başqa, daha sərt materialın daxil olmasına müqavimət göstərmək üçün xüsusiyyətidir. Misməftil polad qayçı ilə kəsilir, yəni polad misdən sərtdir. Elastiklik materiala qüvvətin tətbiqi dayandıqdan sonra onun ilkin formasını bərpa etmək qabiliyyətidir. Əgər metal xəttkeşi biraz əyib buraxsaq, xəttkeş özü düzələcək. Plastiklik yüklərin təsiri altında formasını dəyişdirməyə imkan verən bir materialın xüsusiyyətidir. Məsələn, qurğuşun parçası çəkic zərbələri altında asanlıqla formasını dəyişir. Kövrəklik metalın nəzərə çarpan deformasiyalar meydana gəlmədən dağılmaq xüsusiyyətidir. Bu plastiklik xassəsinin əksidir. Metalların texnoloji xassələrinə döyülə bilmə, kəsilə bilmə, qaynaq olunma, maye kimi axıcılıq qabiliyyətləri daxildir. Döyülə bilmə qabiliyyəti metalın zərbənin təsiri altında yeni forma alma qabiliyyətidir. Məsələn, plastik metallar və ərintilər deməli, bura daxildir. Həmçinin alüminium, mis, polad kimi metallar. Kəsilmə ilə emal olunması müxtəlif alətlərlə kəsilə bilməsidir. Qaynaq olunma qabiliyyəti qaynaq zamanı birləşdirilməsidir. Maye kimi axıcılıq qabiliyyəti ərinmiş halda tökmə qəlbin doldurulma xüsusiyyətidir. Qara metalların ən çox yayılmış ərintisi poladdır. O bərkdir, yaxşı döyülür və kəsilir. Maşınlar, dəzgahlar, müxtəlif kəsici alətlər hazırlanır. Dəzgahların özülləri, hasarlar, mexanizmlərin gövdələri və bir çox başqa məmulatlar çuğundan tökülür. Poladdan fərqli olaraq çuğun sərt, ancaq kövrəkdir. Ən çox yayılmış əlvan metallar alüminium, mis və qurğuşundur. Bunu mag sözü ilə yadda saxlaya bilərsiniz. Alüminium yüngül, yumuşaqdır, gümüşü rəngdədir. Mis ağır, yumuşaq, qırmızımtıldır. Qurğuşun ağır, çox yumuşaq, gümüşüdür. Geniş istifadə olunan əlvan ərintilər isə latın, bürünc, düralüminium daxildir. Latın misin sinklə ərintisidir, sarı rəngdədir. Elektrotexnikada korroziya davamlı ərinti kimi istifadə olunur. Bürünc misin, qurğuşun, alüminium qala ilə ərintisidir. Sarı-qırmızı rəngə malikdir. Su kranları, dişli çarxlar hazırlayırlar. Həmçinin sənət məmulatları tökürlər. Düralüminium, alüminium, mis, magnezium, sinkin birlikdə ərintisidir. Gümüşü rəngdədir, yüngüldür və aviasiyada müxtəlif məqsədlər üçün yüngül və davamlı konstruksiyaların istehsalında istifadə edilir. Sənayedə qara və əlvan metallardan ərintilərdən ibarət profilli prokatlar hazırlanır, hansı ki şəkil 1-də göstərilibdir. Onlar dairə, altı üzlü, kvadrat, zolaq, üçbucaq, künclük, rels və şvel şəklində ola bilir. Bəs prokat nədir? Prokat yayma üsulu ilə hazırlanan profilli metal məmulatlardır. Müəyyən bir kəsik forması olan uzun çubuqlara prokat məhsulları deyilir və onlar yayma maşınlarından əldə edilirlər. Kvadrat enkəsikli və zolaq prokatlardan pəncərə barmaqlıqları, çəpərlər qaynaq edilir. Künclük həm bina tikintisində, həm dəzgahda istifadə edilir.
Bu profil düzbucaqlıya uyğun olan formada davamlı tökmə külçədən isti yayılmışdır. Bu yüksək möhkəmliyi olan kifayət qədər ucuz bir profildir və istifadə edilməsinin universal olması ilə xarakterize olunur. Başqa bir fərq rəflərin eyni uzunluqda olmasıdır. Bu məhsullar mükəmməl qaynaqlanır və mümkün üsullarla montaj olunur. Alt üzlü plakatlardan bolt və qaykalar düzəldilir. Yuvarlaq və enkəsikli pəzdahlardan torna təzgahlarında müxtəlif detallar, vallar, oxlar, üzüklər, şaybalar yonulur. Küçüklərdən karkaz, qutu çərçivələri, rəflər qaynaq edilir. Reels və şveller kimi profil olan plakatlardan detalların möhkəmliyi və sərtliyini artırmaq üçün istifadə olunur. Reelsdən hazırlanmış dəmir yolu xətti eyni enkəsi olan kvadrat və ya dairəvi profildən hazırlanmış reelsə nisbətən qatarın çəkisi altında daha az əyilir. Bu mövzumuz biraz qarışıq mövzudur. Diqqətlə qulaq asın, bəyənib, abunə olub, şərh bildirməyi unutmayın. Hər kəsə uğurlar.